qüdrətli sərkərdə, görkəmli hərbi xadim, 2 dəfə Sovet İttifaqı qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun 2-ci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında müstəsna xidmətləri olub. Yenilməz sərkərdənin döyüşdə göstərdiyi əfsanəvi qəhrəmanlıqlar hərb tariximizin ən şanlı səhifələridir. General Həzi Aslanovun şərəfli döyüş yolu xalqımıza, doğma vətənimizə əbədi şöhrət qazandırıb. Ulu öndər Heydər Əliyev Həzi Aslanovun sərkərdəlik bacarığını belə qiymətləndirirdi. Həzi Aslanov öz qəhrəmanlıq, cəsurluq nümunələri ilə Azərbaycan xalqını dünyaya tanıtmış bir şəxsiyyətdir. Həm döyüşçü, həm sərkərdə general, həm də vətənpərvər insan, vətəninə sədaqətlə son nəfəsinə qədər döyüşmüş, həlak olmuş həmvətənimiz Həzi Aslanov bizim üçün daim əziz olub və gələcək nəsillər üçün də əziz olacaqdır.